Dostlar, bu mövzuya toxunum ki, bax, bəziləri deyir, mənim çəkim qalxdı və yaxud sənin gözünə görsənmir, o çəki necə qalxır. Sənin çəkin 85 kilodur, çəkimi salırsan olur 80, düzdür? Pəhrizi pozursan 2-3 gün, çəkin olur 83 kilo. 2 günə tezdən çəkin düşür, olur 80 yarım. Və yenidən oturursan, pəhrizi pozursan və s. çəkin olur 84 kilo. Yenə 2 günə o çəkini çıxardırsan bədəndən, qalır 81 kilo. Getdikcə 1 kilo, yarım kilo, 200 qram və s. qalxır bu. Və sənin gözlə görsənmir. Və indi burada məsələ odur ki, ilk dəfə necə başlamışdın motivasiyana məşqə və yenidən onu qaytara bilmirsən. İndi qaytara bilərsən, bəlkə 2 ildən sonra, bəlkə 1 ildən sonra. Yəni o amma olmur insanda. Elə orada da sönür. Və ondan sonra insan həvəsdən düşür ki, nə oldu, mən bu qədər əziyyət çəkdim, çəkimi saldım və yenidən onu qaytara bilmirsən. Bu da insanlarda nə olur? Ruslar demişkən vızırıb olur, partlayış. O atan, bu atan. Gedir, çəki olur 90, 95, 100, belə davam edir. Yəni deməyim odur ki, əksəriyyəti deyir, mən toya hazırlaşıram, mən harası getməliyəm və s. ilə. Neysə görə eləmə dostum. Uzun müddətli, nə qədər Allah sənə can sağlığı veribsə, elə belə də gedinə. Vəssalam, burada başqa söhbət qəti ola bilməz. Hər kəsə uğurlar.